Çox sağ olun, dəyərli Sabə xanım, hörmətli millət vəkilləri. Müzakirənizə təqdim olunmuş yerin təki haqqındakı bu qanun layihəsi Cənab Prezident İlham Əliyevin 2024-cü il 23 dekabr tarixli 420 nömrəli sərəncamına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb və bu layihənin hazırlanmasına beynəlxalq şirkət olan Boston Consulting Group beynəlxalq şirkəti də cəlb edilibdir və bu yerin təkindən istifadə sahəsində mövcud problemlərin analizləri nəzərə alınmaqla bir çox təkliflər hazırlanmışdır ki, bunlardan da yerin tərkindən istifadəyə icazə və tələblərin sadələşdirilməsi, istismardan sonraki mərhələdə rekultivasiya işlərinin aparılması və bu tipli bir çox təkliflər irəli sürülmüşdür. Təkliflərin məqsədi yer təkinin istifadəsi sahəsində hüquqi tənzimləmə prosedurlarının təkmilləşdirilməsi, təbii ehtiyatlardan istifadənin səmərəliliyinin artırılması, ekoloji təhlükəsizliyin gücləndirilməsi və dağ mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunmasının hüquqi əsaslarını dəqiqləşdirməkdir. Məlum olduğu kimi, Cənab Prezidentin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli sərəncamı ilə təsdiq edilmiş su ehtiyatlarından səmərəli istifadəyə dair milli strategiyada su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təmin olunması məqsədi ilə su anbarlarının təmizlənməsi, təbii və texnogen çirklənmələrin aradan qaldırılması, su resurslarının dayanıqlı idarə edilməsi prioritet vəzifələr kimi ortaya qoyulmuşdur. Təmizləmə işləri nəticəsində uzun illər ərzində anbarlarda toplanmış qum çınqıl və gil tərkibli materialların çıxarılması, anbarların hidravlik göstəricilərinin bərpa olunmasına, suyun keyfiyyətinin yüksəlməsinə və ətraf mühitin qorunmasına xidmət etməklə yanaşı, milyonlarla kubmetr intermaterialların iqtisadi dövrəyə cəlb olunması ilə nəticələnəcəkdir. Diqqətinizə onu çatdırım ki, hazırda ölkədə 140-dan çox iri və orta su anbarları tutarları mövcuddur. Çöküntülərin yığılmasının nəticəsində bəzi anbarlarda faydalı tutum 15-35% azalmışdır. Böyük anbarlarda hər il orta hesabla 0,3-1%, kiçik və orta həcmli anbarlarda isə 2-5% tutum itkisi baş verir ki, yəni bu da suyun az yığılmasına gətirib çıxarır. Məsələn, Varvara su anbarında təxminən 40 milyon kubmetr çöküntü toplanıb, proqnozlaşdırılır ki, bu çöküntülərin təmizlənməsi nəticəsində ilkin hesablamalara görə tikinti və infrastruktur layihələrindən istifadə oluna biləcək 12,8 milyon kubmetr çınqıl, qum materialı əldə etmək mümkündür. Digər mühüm istiqamət qanunvericilikdə nəzərdə tutulmuş dəyişiklikdə bu tunel və yol infrastruktur layihələrinin icrası zamanı çıxarılan suxurların istifadəsi ilə bağlıdır. Bir araşdırma apardıq və gördük ki, beynəlxalq təcrübədə belə materialların təqribən 70-90% təkrar istehsala qayıtması mümkündür. Məsələn, İsveçrənin Gotthard tunelində bu göstərici 80% olmuşdur. Londonda isə bu 85%-dən çox olmuşdur ki, qazıntılar təkrar olaraq dövriyyəyə qayıtmışdır. Respublikamızda həyata keçirilən infrastruktur layihələri, o cümlədən tunellərin və metro stansiyaların tikintisi zamanı çıxarılan suxur kütləsinin iqtisadi dövrə cəlb olunması, mineral xammal ehtiyatlarından səmərəli istifadəyə, dayanıqlı resurs idarəçiliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verə bilər. Ümumilikdə qanuna təklif olunan dəyişikliklər uzun illər ərzində su anbarlarında, su tutarlarda yığılmış qum, çınqıl və qilin və tunel çəkilişləri zamanı çıxarılan suxurların səmərəli istifadəsini özündə ehtiva edir. 2024-25-ci illərdə aidiyyatı dövlət qurumları tərəfindən birgə aparılmış monitorinqlər nəticəsində bu rekultivasiya məsələləri ilə bağlı, yəni 3-cü hissəsi ilə bağlı bunu qeyd etmək istəyirəm ki, bir çox monitorinqin nəticələri onu göstərir ki, faydalı qazıntılar zamanı ətraf mühitə təhsil qiymətləndirilməsi kifayət qədər şəffaf aparılmamış, istismar sahələrində rekultivasiya üzrə layihələndirmə işləri görülməmiş,
Faydalı qazıntıların çıxarılması üzrə texniki layihələr tərtib edilməmiş və bir çox məsələlər üzə çıxmışdır ki, və bu da rekultivasiya məsələsini önə çıxarır və bu qanun layihəsində həmin münasibətlər tənzimlənir. Xüsusilə qeyd etmək istəyirəm ki, yəni bu qanun layihəsində ayrıcı olaraq bu dəyişiklikdən sonra yeni qaydalar da yəqin ki, mümkün olacaq, hökumət bu yeni qaydaları müəyyən edəcək və bu həmin qaydalar əsasında rekultivasiya məsələlərinə vəsaitin ayrılması bəri başdan olur. Çünki bir çox hallarda müəyyən işlər görüldükdən sonra rekultivasiya məsələləri görülmür. Və nəzərə alsaq ki, bir çox həmin o suxurlar və istifadə olunan materialların bir çoxu kənd təsərrüfat təyinatlı torpaqlarda yerləşir və bu qanun layihəsinin də həmin o torpaqların yenidən dövrəyə qayıtmasına xidmət edir və hesab edirəm ki, bu qanunun mahiyyəti kifayət qədər aydın olar. Bir misal da olaraq çəkmək istəyirəm. Bizim araşdırmamıza görə, misal olaraq aparılmış hesablamalara görə ölkə üzrə mişar daşı istehsalı nəticəsində hər il 100-200 min ton istehsal tullantısı yaranır və bu mövcud vəziyyətin təhlili göstərir ki, tullantıların təxminən 50%-i sement zavodları tərəfindən sement istehsalında istifadə olunsa da, digər 50% isə torpaqların belə səmərəsiz, yararsız hala düşməsinə gətirib çıxarılır. Nəzərdə tutulan yeni qaydaların tətbiqi olunacağı təqdirdə və bu qanunun qəbulundan sonra bu sahədə uçot və hesabatlıq mexanizmlərinin təkmilləşdirilməsinə, faydalı qazıntılardan səmərəli istifadənin təmin edilməsinə müsbət təsir edəcəyinə inanırıq və bu səbəbdən qanun layihəsini deputatlarımız tərəfindən müsbət səslə təsdiqlənməsinə dəvət edirik. Sağ olun.